Salam əziz dostlar, bugünkü dərsimizin mövzusu ştamp aləti ilə işləmə olacaq. Bildiyimiz kimi ştamp aləti ümumiyyətlə Photoshop proqramında istifadə olunan alətlər sırasındadır və ən çox istifadə olunan belə deyək alətdir. Bu alətin köməyi ilə şəkildə olan müəyyən nöqsanları həll etmək olur. Şəkili retuş etmək üçün istifadə olunan alətlərdən biridir. Əlbəttə, bu alətin işləmə prinsipini mən bu dərsdə çalışacağam sizə başa salım. Ümumiyyətlə, alətlə işləmək üçün konkret şəkil, foto, təsvir hökmən ekranda olmalıdır. Yoxsa əks halda bu alətin elə bir ciddi əhəmiyyəti olmur. Biz ixtiyari ölçülü hər hansı bir şəkil faylı açırıq. Məsələn, bizim nümunədə qoy olsun 200 pikselə 72 pikseldə onun keyfiyyəti seçilir. Çünki bu bizim dərsimiz üçün kifayətdir. Amma şəkil montajı üçün əlbəttə 72 yox, digər, yəni 300 piksel seçilməsi tövsiyə olunur. OK düyməsini sıxırıq və eyni ölçülü digər fayl yaradırıq ki, bizim etdiyimiz əməliyyatı əyani tətbiqini görək. Və əlbəttə, faylın yaradılması mövzusu artıq sizə əvvəlki dərslərdən tanışdır. Bunun üçün Ctrl-N düyməsini sıxmağımız kifayətdir və qəbul olunmuş parametrləri təsdiqləmək üçün OK düyməsini sıxırıq. Beləliklə, bizim iki eyni ölçülü vərəqimiz qarşı-qarşıya qoyulub. Digər vərəqimizi, yəni hələlik adsız olan vərəqimizi, birinci vərəqimizi ixtiyari bir rənglə doldururuq. Rənglə doldurmaq üçün biz alətlər panelində olan hər hansı bir rəng çalarının birinin üzərində sol düyməni sıxırıq. Əlbəttə, bu foreground olmalıdır ki, bizim dolduracağımız rəng həmin rənglə birbaşa tətbiq olunsun. Məsələn, deyək ki, qırmızı rəngi biraz tünd rənginin formasını seçdik və OK düyməsini sıxdıq. Beləliklə, bu rəngi doldurmaq üçün bizim artıq əvvəlki dərslərimizdən məlumdur ki, rəngi konkret vərəqə doldurmaq üçün biz Paint Basket tool alətindən istifadə etdik və eləcə də klaviaturada Alt Backspace düyməsini sıxmaqla bu rəngi doldurduq. Alətin işləmə prinsipini izah etmək üçün əlbəttə alətin özü götürülməlidir. Biz aləti götürmək üçün üzərində sol düyməni sıxdıq və yaxud da bunu klaviaturadakı olan düymələrin köməyi ilə yerinə yetirmək olar. Bunun üçün S düyməsini sıxmağımız kifayətdir. Alətin seçenek panelində alətin özü ilə tanış olaq. Diqqət eləyək, götürdüyümüz alətin hökmən ölçüsü bizə məlum olmalıdır və bu ölçünü tənzimləmək üçün biz brush adlanan sahədə konkret bu zolağın üzərində, yəni bu oxun üzərində sol düymə sıxılır. Alətin ümumiyyətlə diametri seçilir. Biz istifadə etdiyimiz şəkildən və alətdən asılı olaraq bunu özümüz seçə bilərik. Hardness alətin birbaşa vurma ağırlığını göstərir. Mən hər iki formada biz bunu sınayacağıq. Alətin müxtəlif formalı, ölçülü alətlərinin özünü seçmək üçün əlbəttə biz bu seçenek sahəsindən də istifadə edə bilərik. Məsəl üçün, deyək ki, biz seçdik bir qədər yumşaq formalı aləti, məsəl üçün 35 diametrə malik olan bir aləti seçdik. Seçdikdən sonra mod olaraq, yəni normal qalır, opacity 100 qalır və bunu biz indi tətbiq etdikcə bu sahələri ixtiyari formada oynadacağıq və bunları belə deyək, izah etməyə çalışacağım. Alətin işləmə prinsipi belədir. Deməli, rəng üzərində alt düyməni sıxdıq və sol düyməni eyni zamanda vurduq. Və bu seçdiyimiz rəng, gördüyümüz kimi rəng palitrasında həmin rəng düşdü və eyni zamanda həmin aləti bura tətbiq edəsək, görəcəyik ki, tətbiq etdikcə bizim ox işarəmiz həmin sahədə birbaşa tətbiq olunur. Yəni, hara vururuqsa, birbaşa ora tətbiq eləyir. Alətimizdən asılı olaraq, yəni seçdiyimiz yumşaq alətdən asılı olaraq, alətimizin vurma faizi də bir qədər yumşaq oldu. Opacity-yə hələlik biz toxunmadıq. Məsələn, deyək ki, biz bir qədər həmin alətin ağır formasını götürək, yəni hardness-i bir qədər ağırlaşdıraq və eyni qaydada bu əməliyyatı tətbiq edib görsək ki, alət bir qədər ciddi vuruldu. Yəni, bu cür ştamp əməliyyatlarını aparmaq bir qədər məqsədə uyğun deyil, çünki şəkildə bir qədər kobudluq yaradır. Ona görə də mümkün dərəcədə hardness sahəsini azaltmağa və yaxud da sıfır etməyə çalışın. Opacity və flow sahəsinin izahı belə olur. Opacity alətin, belə deyək, seçdiyimiz alətin vurma şəffaflığını göstərir. Əgər biz bu şəffaflığı nə qədər aşağı salırıqsa, onda məsəl üçün deyək ki, seçenek alətində vurduq və konkret sahə üzərində sol düyməni sıxanda görürük ki, alətin birbaşa rəngin vurma faizi bir qədər solğun görsəndi. Eləcə də flow sahəsini aşağı salsaq, eyni zamanda
Bu əməliyyatı yenə də alt düyməsi sıxılı vəziyyətdə sol düyməni sıxdıq və konkret vərəq üzərində tətbiq eləsək, görəcəyik ki, həmin qırmızı rəng daha tünd qırmızı deyil, yəni bu nümunədə kimi deyil, lap açıq qırmızı rəngdə ifadə olundu. Ona görə də şəkil montajından, yəni seçdiyimiz sahədən, konkret rəngin özündən və yaxud da şəklin üzündəki rəngdən asılı olaraq biz opposite və flow sahələrini ixtiyari olaraq dəyişdirə bilərik. Və bu məcburi deyil. Yəni, bu sahəni istifadəçinin özü müəyyən eləyir. Konkret deyim ki, burada konkret şəkilə uyğun bir ölçü var. Xeyr, belə bir şey yoxdur. Yəni, opposite və flow sahələrini istifadəçinin zövqü ilə tənzimlənir və zövqü ilə dəyişdirilir. Mod sahəsində olan rejimlərə biz diqqət eləməliyik. Çox vaxt bu rejimlərin bir çoxunu biz dəyişdikdə ştamp götürdüyümüz, yəni rəng götürdüyümüz alət və ixtiyari bir sahəyə vurduqda artıq bu sahə konkret bu cür gördüyümüz kimi rənglə deyil, səpələnmiş rənglə əvəzlənir. Və yaxud da məsəl üçün deyək ki, color dodge rejimini seçsək və tətbiq eləsək, diqqət eləyin, ümumiyyətlə heç bir rəng, belə deyək də, ağ vərəq üzərində görsənmədi. Bu ştamp alətinin ümumi izahı idi. Biz gələn dərsimizdə bu alət vasitəsilə konkret şəkildə olan müəyyən nöqsanları silməyi öyrənəcəyik və hesab edirəm ki, ştamp alətini öyrənməklə biz müəyyən dərslərdə müəyyən şəkillərdə olan nöqsanları çox asanlıqla silə biləcəyik. İstərdim ki, bu aləti də siz əyani tətbiq eləyəsiniz. Bax, mənə kimi 2 nümunə açasınız və alətin işləmə prinsipini bu şəkildə özünüz öyrənəsiniz. Diqqətinizə görə minnətdarım.